Ulduzların Azərbaycanla bağlı daha başqa hansı bir o deyim tövsiyələrimi var, nələri var? Bir Ümumiyyətlə bax bizim gözləntilərimiz sual daha çok insanlar verir. Böyle bu stüdyoya gelende de sual verdiler ki ucuzlaşma olacak mı? Axı ucuzlaşma bizde hiç vaxt olmur. hə. Bahalaşma olmasın. İnflyasiya olacaqmı ən vacibi? Ya enflyasiya devalvasiya nəzərdə tutulsa Devalvasiya. yox. Bu il yoxdur. Hər il olurdu deyirəm. Məsələn, keçən ilə sizlə söhbət edən dedim ilk 3 ayda olmasa il boyu olmayacaq. İlk 3 ayda martda bitdi. Daha onun arxayında. İndi gələn ilə belə bir şey yoxdur. Amma bizdə bahalaşma həmişə olur. Süni bahalaşmadan gedir söhbət. Təbii dünya standartı ilə demirəm. Bahalaşma olacaq. At ilində bəzən qıtlıq da olur. Çünki bu külək, qasırğa bu şeylərlə bağlı da zaman-zaman at illərində olur. Bir də gördünüz meyvələrin, çiçəklərin tökdü az oldu, bahalaşma oldu. Tək ondan yox, çox şeylə bağlı. O barədə təəssüf ki, nikbin bir şey deyə bilməyəcəm. O bahalaşma yaradanlar süni bahalaşma yaradanlar və onlarla bağlı bir 300 nəfərin içində onlar yoxdurlar. Yəni ki var amma onlar valla nə bilim gərək onların hamısını çoxdular. Birdən biri olmur. Bayaq deyim, dövlət siyasətində elə deyir. Məsələn, siz Bətura xanım istənilən rayonda gedib bir qoca qarının əlindən tutursan, küçədə göstər, deyir, bax bu villa filan vəzifədə olanın filan kəsinindir. Bu onun saxladığınındır. Bax bu filan nazirin oğlunundur. Hər rayonda olduğu kimi burada da özünə bir villa tikir. Bu tükan, bu restoran filan, qoca qarıya balaca uşaq. Onu bilirsə hökumət bilmir bəy. Yəni burada ortaya suallar çıxır da. Ya vaxtı deyil. Bəzən də görsən, mənə məsələn pis təsir edən vətəndaş kimi oldu ki, əl dəyişirlər. Və plan nazirin oğlunun idi, indi onu çıxartdılar, ayrı nazirin oğlu gəlib onu götürdü. Onu mən neyinirəm? İnsanlara rifah halının yaxşılaşması lazımdır. Onu mən dedim bayaq, elə o sualı verdim ki, bax bu 300 nəfərə qədər məmurun... Yox, müəyyən təsiri var, amma bu deyil. Sizlə zaman-zaman elə məhz sizin kanalda həmişə danışmışam. İstənilən bugün, istənilən naziri çıxartmaqla nə dəyişir? İnsanlar artıq inanmır. Qabaq belə sensasiya idi ki, falan nazir çıxdı, indi yaxşı olacaq. Amma indi istəyirsiniz bir gündə prezident sərəncamı ilə 5 nazir çıxsın. İnsanlar belə adrenalin qalxmayacaq da. İndən sonra yaxşı olar, falan. Söylürlər, o qanımızı içirdi, neyinirdi. Amma təzə gələndə ya görünmür, ya da elə ondan betər olur. Deməli, dəyişkənliyi burada yox, o fundamentalda eləmək lazımdır. İndiyə qədər qabaq deyirlər Qarabağ mane olur, demokratiya, nə bilim filan işləməyə alınmır, başımız oraya qarşı. Qarabağ qutardı, sonra deyirlər ki, hər yerdə Ramiz Mehdiyevin barmağı var. İmkan vermir. Rus agentləri var, 5-ci kolon burada at oynadır. İndi onu dənləməyə başlayıblar. Biraz da Türkiyədən gələn bir dalğanın da şahid oluruq ki, yavaş-yavaş o siyasətdə birlik, siyasətdə bir-birindən o anlaşma filan, müqavilələr, bəyannamələr filanlar. Bütün bu gedişat yaxşı olacağını göstərir.